...24-26 sentyabr tarixlərində Bakı şəhərində Statiskanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin statistika xidmətlərinin rəhbərlərinin şurasının 73-cü iclası keçirilib. İclasın yekunlarına dair kommunike qəbul edilib. Avropa, Asiya, Amerika və Afrika qitələrinin təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimai xadimlər və ekspertlərin katıldıkları forumun açıq sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub. Statistika islahatları və inkişaf perspektivləri, statistikanı dəyişdirən innovasiyalar, beynəlxalq müqayisələr proqramı mövzularında keçirilən sessiyalarda milli statistika sistemlərinin müasirləşdirilməsi, informasiya mühitində rəsmi statistikanın rolu, süni intellektlərin tətbiqi, smart data texnologiyaları, məlumat inteqrasiyası və inklüziv data idarəçiliyi, generativ süni intellektin statistika hesablarının keyfiyyətini artırmaq imkanları, yoxsulluğun ölçülməsi, satın alma qabiliyyətinin portretlərinin hesablanması və onların sosial-iqtisadi təhlillərində istifadəsi məsələləri diqqət mərkəzində olub. Milli Hesablar Sistemi 2025 əhalinin siyahılanması 2030 mərhələsi mövzularında keçirilən sessiyalarda yeni Milli Hesablar Sistemi çərçivəsinin tətbiqi, dəyişikliklərin statistik praktikada əks olunması, rəqəmsal dövrdə siyahılanmanın yeni metodları, registr əsaslı sistemlərin üstünlüklər və süni intellektdən istifadənin imkanları ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Dayanıqlı inkişaf məqsədləri üzrə statistika yolun yarısı mövzusuna həsr olunmuş sessiyada isə dayanıqlı inkişaf məqsədlərinin monitorinqi sahəsində görülən işlər, alternativ məlumat mənbələri, bu prosesdə rolu, milli göstəricilərin müəyyənləşdirilməsi, statistika potensialının ölçülməsi və beynəlxalq müqayisələrin aparılması məsələləri ətrafında müzakirə olub. Bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam çıxış edərək 3-cü Beynəlxalq Statistika Forumunun mühüm platforma kimi dünya ölkələrinin statistika sistemlərinin modelləşdirilməsi, müasir texnologiyaların tətbiqi, qarşılıqlı fikir və təcrübə mübadiləsi yolu ilə beynəlxalq səviyyədə vahid yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Murad Adıloğlu, Rəsul Sayev, Səs TV.